Hamıya salam. Necəsiz? Bu aralar sizlə rahat-rahat görüşə bilmirik. Başım qarışıq olur. Həmin videonun altında Instagramda çox yaxşı qızlar rəylər yazmışdılar. Amma TikTokda çox bərbad rəylər vardı. Çoxu da məni kişiyə oxşadırdı. Biri yazıb ki, babama oxşuyursan, onun alnı belə idi, burnu belə idi. Biri yazıb ki, məsələn, bu nə bilim, nəyimə oxşuyursan deyir, yazıb. Yəni, əksər izləyicilərin çoxsu, bunlar mənim öz izləyicim ola bilməsi, kəşfiyyatdan gələnlərdir. Hamısı mən kişiyə oxşadığımı yazıblar. Mən sizə haqq verirəm artıq. Bilirsiniz niyə? Çünki bir əgər qadın evdə həm kişi işi görürsə, həm qadın işi görürsə, onun mütləq incəliyi, qadın enerjisi hamısı gedir. Başa düşürsən? Həm aura olaraq, həm də görünüş olaraq. Keçən gün story'də deyirəm. Bu arada mənim story'lərimi izləyin. Həm Instagram, həm TikTok'da. Mənə verdiyiniz canlılarda verdiyiniz bütün sualların cavabları orada olur. Hə. Bəzən təşə suallar verirlər. Bu sıxılır da, yəni digər izləyicilər sıxılır, mən də sıxılıram. Nə deyəcəyəm sizə? Bir əlimdə uşağımın şalvarını tikirəm, tək ki harası sökülüb o tikirəm. Bir əlimdə məsələn usta axtarıram. Paltoya ustası axtarıram məsələn. Mebel ustası axtarıram. Bir tərəfdə yemək bişirirəm, bir tərəfdə ustanın qiymətlə barədə razılığa gəlirəm. Evdən çatışmayan nəyisə həll edirəm. Bu qadın kişiyə oxşayacaq da yəni.